Bismillahirrahmanirrahim. Değerli izləyicilər, sizləri bir nəfəs İslam Moskva verilişində xoş gördük. Bu əzalı Məhərrəm ayında sizlərin hər birinizə Kərbəla şəhidlərinin, İmam Hüseyin əleyhissalam başda olmaqla 72 fədainin şəhadəti münasibəti ilə başsağlığı verirəm. Uca Allahdan diləyirəm ki, dünyada o şühədanın ziyarətini, ahirətdə şəfaətini bizlərə nəsib eləsin. Dəyərli izləyicilər, bugünkü mövzumuz Orta Şərqdə baş verən hadisələrə münasibət bildirməkdir. Yəni bugün biz baxıb görürük ki, Allah Təbarəkə və Teala'nın Quranda lənətlədiyi qövm həqiqətən yenə fitnə və fəsad törətməkdədir. Allah Təbarəkə və Teala İsra surəsi 4-cü ayədə buyurur: "Və qadayna ilə bəni İsrailə fil kitab latufsiduna fil ardı marratayn və lata'lunna uluvan kabira." Allah buyurur ki, biz kitabda, yəni Tövrətdə İsrail oğullarına belə bildirdik ki, siz yer üzündə 2 dəfə fitnə fəsad törədəcəksiniz. Təkəbbürlənərək dikbaşlıq edəcəksiniz. Yəni Allah bütün dünya insanlarına burada bəyan eləyir ki, Bəni İsrail oğulları, Yəhud qovmu, yəni bugünkü İsrail dövləti yer üzündə fitnə və fəsad törədəcəkdir. Bu fitnə fəsadın kökü 1947-ci ildə qoyulmağa başlayıb. Həmən vaxt bu fitnəkar qurum, bu fitnəkar qövm Fələstin xalqına zülm eləyərək onların ərazisində özlərinə dövlət qurdular. Onların ərazisində öz müstəqilliklərini elan elədilər. Bu da az imiş kimi həmən ərazilərdə, həmən yerlərdə insanları kütləvi qırğına məruz qoyaraq, soyqırımına məruz qoyaraq onlar öz aralarında genişlənməyə başladılar. Və bu bir daha göstərdi ki, Bəni İsrailin törətdiyi cinayətlər həmən dövrlərdən başlayır. Daha sonra 1967-ci ildə Ərəb ölkələrinə hücum eləyərək Misirin, Suriyanın, İordaniyanın müəyyən hissələrini işğal elədi. Misir Ərəb Respublikaları Birliyinin vəhdətinə, birliyinə ciddi zərbə vuraraq onları demək olar ki, bütün hərbi hava hücumundan müdafiə sistemlərini məhv elədi və özündən asılı vəziyyətə saldı. Bununla da regionda gücə çevrildiyini insanlara bəyan elədi. Yəni bütün bunlar onu göstərir ki, İsrail qovmi vaxtaşırı dünya insanları üçün böyük bir təhlükə olub. Bu tarixi xronikanı biz vərəqləyəndə nələr görürük? Tarixi araşdırmalar onu göstərir ki, İsrail 1947-ci ildə öz müstəqilliyini elan edəndən sonra ciddi hərbi dəstəklər alaraq Amerika, İngiltərə, Fransa kimi dövlətlərdən ciddi dəstək alaraq Orta Şərqdə öz mövqeyini gücləndirdi. Və nəhayət 1967-ci ildə iyun ayında 3 böyük Ərəb ölkəsinə hücum etməyə başladı. Misir, İordaniya, Suriya və böyük bir əraziyə hücum elədi. Bu tək İsrailin öz başına törətdiyi bir cinayət deyil idi. Bunun arxasında böyük güclər dururdu. Bunun arxasında dünya imperializmi dururdu. Bunun arxasında dünya insanlarının sərvətində, inancında, azadlığında gözü olan qüvvələr dururdu ki, bunların vasitəsilə İsrail Misirin bütün hava hücumundan müdafiə sistemlərini, hərbi hava qüvvələrini demək olar ki, məhv elədi. Suriyanın Golan təpələrini işğal elədi. İordaniyanın, İordan çayının qərb sahillərini işğal elədi. Və bununla da regionda öz mövcudluğunu ispatladı.
və bütün dünyaya da bunu sübut elədi. Və bundan sonra artıq Ərəb dünyasının, İslam dünyasının belə deyək ki, keşməkeşli günləri başladı. Və İsrail bununla kifayətlənməyib, ətrafda olan digər ölkələr üçün də böyük təhlükələr yaratmağa başladı. Məxsusən Fələstinlilər üzərində, Fələstin torpaqlarını bütövlükdə işğal edərək oranı bugünkü acınacaqlı vəziyyətə gətirib çıxartdı. Daha sonra Beyruta, Livana hücum edərək orada böyük fitnə fəsadlar törətməyə başladı. Lakin dünya qanunları, dünya qurumları bunun qarşısında susurdu. 1949-cu ildə yaradılmış Birləşmiş Millətlər Təşkilatı və digər belə deyək ki, sülhün təminatı olan qüvvələr İsrailin bu cinayətləri qarşısında heç bir reaksiya vermədilər. Yəni susmağı üstünlük bildilər. Eləcə də NATO qüvvələri, eləcə qarşılıqlı Varşava müqaviləsi əsasında yaradılmış qarşılıqlı iqtisadi yardım şurasının belə deyək ki, sülh məramlı qüvvələri, beynəlmiləli döyüşçüləri bu hadisələrə seyrançı kimi baxmaqda davam elədilər. Və nəhayət bu soyuq müharibə dövründəki İsrail təcavüzünün ardınca postmodern dövründəki İsrail təcavüzü və dolayısıyla desək Amerika Birləşmiş Ştatlarının təcavüzü regionda gerçəkləşməyə başladı. Təəssüflər olsun ki, bu müharibədə bir çox müsəlman ölkələri də bu Amerika-İsrail cütlüyünün işğal prosesinə təkan verməyə başladı. Səudi Ərəbistanı, daha sonra İordaniyanın özü, ondan sonra belə deyək ki, digər ərəb dövlətləri, Birləşmiş Ərəb Əmirlikləri, Fələstini faktiki olaraq mühasirədə saxlayan ərəb ölkələri İsrailin Orta Şərqdə gücə çevrilmə prosesinə dəstək verməyə başladılar. Və bu da öz regiona öz mənfi təsirlərini qoydu. Həm ideoloji cəhətdən, yəni millətçilik düşüncələrini, toxumunu xalqlar arasında səpərək parçalanma başladı. Dini ayrı-seçkiliklər, təriqətlər, məzhəblərin qarşı durması ilə müsəlmanları da bir-biri ilə üz-üzə qoyub öz işğal siyasətini davam etdirməyə başladı. Təəssüflər olsun ki, müsəlman media qurumları da buna dəstək verərək İsrail və Amerika cütlüyünü demokratiyanın hamısı kimi qələmə verdilər. İsrailin Fələstində indiyə qədər yüz minlərlə insan qanı axıtdığını bir kənara qoyub, Amerika Birləşmiş Ştatlarının Vyetnam cinayətlərini, İkinci Dünya müharibəsi zamanı Yaponiyada törətdiyi cinayətləri, öz mövcudluğunu qoruyub saxlamaq üçün yerli xalqlara qarşı etdiyi soyqırımlarını bir kənara qoyub, Amerika və İsrail cütlüyünün təcavüzlərini demokratiyanın carçısı kimi qələmə verməyə başladılar. Bu demokratiya pərdəsi altındakı təcavüz Liviyanı xaraba qoydu. Bu təcavüz Suriyanı xaraba qoydu, İraqı, Əfqanistanı xaraba qoydu. Ərəb İnqilabı adı ilə Yəməni xaraba qoydu. Bəhreyndə qanın su yerinə tökülməsinə səbəb oldu. Və təəssüflər olsun ki, bunun dalğası bu günə gəlib çıxdı ki, artıq Amerika-İsrail vasitəsilə Cənubi Qafqazda öz mövqeylərini gücləndirməyə başladı. Və bu da gətirib İsrail hökumətinin güya Türkiyə ilə ittifaqda olan bir ölkənin, NATO ölkəsinin maraqlarına güya dəstək vermək kimi görünən bir ölkənin maraqlarına daban-dabana zidd olaraq erməni soyqırımını, saxta erməni, qondarma erməni soyqırımını tanımaqla nəticələndi. Və bu onu göstərdi ki, İsrail öz maraqları üçün bütün müttəfiqlərini ayaq altına atmağa hazırdır. İsrail bunu sübut elədi ki, doğma qardaşı olsa belə, ona nə qədər sadiq köləlik etmək istəyən qurumlar, təşkilatlar, ölkələr olsa belə, öz maraqlarına görə onları ayaq altına atmağa hazırdır. Fələstin
son müharibədə, son 3 ildəki bu müharibədə baxmayaraq ki, Türkiyə hökuməti İsraillə heç bir iqtisadi, siyasi əlaqələrini kəsmədi. İsrailə həmişəki kimi bütün təminatları daşımağa, onları bütün ehtiyaclarını ödəməyinə heç bir maneəçilik törətmədi. Sonda İsrail göstərdi ki, siz nə qədər mənə xidmət eləsəz də maraqlarıma görə sizi qurban verməyə hazıram. Və bununla da İsrail dövləti bütün xalqlara belə bir mesaj göndərdi. Mənim öz maraqlarım var. Biz bir dəfə Amerika Birləşmiş Ştatlarındakı görüşlərimizdə dövlət departamentinin nümayəndəsinə belə bir sual ünvanladıq ki, necə olur ki, 20-ci əsrdə heç bir ölkəyə təcavüz etməyən İrana qarşı bu qədər sanksiyalar tətbiq olunur. Onlara nüvə silahının əldə olunmaması üçün bu qədər təzyiqlər olur. Amma son 100 ildə dəfələrlə onlarla ölkəyə hücum eləmiş İsrailə siz bu məhdudiyyətləri qoymursunuz. Onlar belə bir cavab verdilər. Bizim yanımızda olan sərsəm, bizim qarşımızda olan ağıllılardan bizim üçün dəyərlidir. Dəyərli izləyicilər, dünyanın insanlara tətbiq etmək istədiyi, sırmaq istədiyi demokratiya düşüncəsi bundan ibarətdir. Amerikanın, İsrailin, Qərbin dünyaya tək qütüblü hökmranlıq etməsi üçün Qərb nə qədər terror qüvvələri var, nə qədər belə deyək ki, vəhşi ənənələr var, nə qədər belə Epstein kimi əxlaqsız proqramlar var, bunları icra etməyə hazırdır. Bunlara qarşı heç bir təzyiqlər göstərmir, əksinə bunların arxasında durur. Biz bu prosesləri tarix boyu görməkdəyik. Məsələn, biz açıq-aşkar baxıb görürük ki, 1947-ci ildən bura qədər İsrailin törətdiyi heç bir cinayətə qarşı heç bir beynəlxalq qurum ciddi bir təpki göstərməyib, heç bir sanksiya tətbiq olunmayıb. Biz baxıb görürük ki, bütün dünya insanları Rusiya-Ukrayna müharibəsində Rusiyaya qarşı birləşiblər, sanksiyalar tətbiq eləyiblər, Rusiyanı dünyadan izolyasiya eləməyə çalışırlar. Amma Rusiyadan qat-qat belə deyək ki, çox cinayət eləyən, çox təcavüz eləyən İsrailə qarşı bunların heç biri dinmirlər, səslərini çıxartmırlar. Amerikaya qarşı heç biri heç səslərini çıxartmırlar. Əslində qeyd etdiyimiz kimi Rusiya-Ukrayna müharibəsində Ukraynada İsrail kimi bir fiqurdur. Bu müharibənin pərdəsi arxasında böyük güclər durur. Amerika Birləşmiş Ştatları durur. Avropa ölkələri durur. Yəni Qərb dünyasına, dünyanı tək qütüblü idarə etmək istəyən güclərə kölə olan dövlətlər dururlar. Rusiya bugün onlarla vuruşur. Bugün açıq-aşkar demək lazımdır ki, Ukrayna cəbhəsindən Rusiyaya atılan raketlərlə İsraildən Fələstinə, Livana, İrana, Suriyaya və digər yerə atılan raketlər eyni cəbhədən atılır, eyni düşmənin qüvvələridirlər. Onların hər birinin hədəfi, hər birinin belədəki konkret hədəf dünya birliyinə, dünya ölkələrinə tək qütüblü idarə etmə mexanizmini tətbiq etməkdir və biz bunu açıq-aşkar görürük. Bu, Quran-ı Kərimdə öz əksini tapan lənətlənmiş qövmünün mənfur hədəflərindən biridir. Ona görə də Bəni İsrail həmişə lənətlənib. Yəni Allah Təbarəkə və Teala Quran-ı Kərimdə buyurur Maidə surəsində: "Lu'inellezine keferu min bani İsrailə ala lisani Davud və İsa ibn Məryəm. Zalika bima asav və kanu ya'tadun." Allah buyurur ki, İsrail oğullarından kafir olanlar Davudun və Məryəmin oğlu İsa'nın dili ilə lənətlənmişlər. Bunun səbəbi onların üsyan etmələridir və hədlərini aşmaqlarıdır. Açıq-aşkar bu günləri İsrail dövləti Amerikanın dəstəyi ilə bütün insani hədləri aşmaqdadır.
bütün beynəlxalq hüquq normalarını ayaqlar altına atıb təcavüz etməkdədir, üsyan etməkdədir. Bütün insan haqlarını, bütün dövlətlərin suverenliyini təhlükəyə atan bu qüvvə bütün bəşəriyyət üçün bir dənə ciddi bir təhlükədir, ciddi bir cinayətkar qurumdur. Lakin dünya ölkələri buna susur. Niyə? Çünki o ölkələri idarə edənlər eyni belə deyək ki, mövqeyə, eyni gücə, eyni maraqlara xidmət edirlər. Buna görə də dünya belə bir acınacaqlı vəziyyətə gəlib. Bu peyğəmbərlərin lənətlədiyi qovumdur. Bu bir mesajdır bütün dünya insanlarına. Davudun vasitəsilə bütün Yahud dünyasına, İsrail oğullarına, İsa'nın dili ilə bütün Hristiyan dünyasına, peyğəmbərin dili ilə bütün İslam dünyasına və bütövlükdə bəşəriyyətin nicatı üçün göndərilmiş Qur'anın müraciəti ilə bütün insanlara bir bəyanatdır, bir çağırışdır ki, bu qovum lənətlənmişdir və hər bir anda, hər bir dövrdə insanlar üçün nədir? Heç bir həddi tanımadan ciddi təhlükələr yaradacaqdır. Ona görə dünya insanları bu mesajlardan nümunə götürməlidir. Və qalətil yahudu yadullahi yadullahu məğlulətun. Yahud qovmu dedi ki, Allahın əlləri bağlıdır. Gullət əydihim və lu'inu bimə qalu. Onların deyir, öz əlləri bağlandı. O dediklərinə görə onlar özləri lənətləndilər. Bəl yədəhu məbsutani yunfiqu keyfə yaşa. Allahın əlləri açıqdır və istədiyi kimi infaq eləyir, cömərtlik eləyir. İnsanları öz bəndələrinə qarşı ədalətli olur, öz bəndələrinə qarşı rəhimli olur. Yəni, inanclara belə dil uzadan bu qovum bugünkü əməlləri ilə açıq-aşkar bunu göstərməkdədir. Bu günləri İsrail hökuməti qondarma erməni soyqırımını tanımaqla, panturkizm adı ilə İsrailə xidmət edən güclərin hər birinə belə bir mesaj verdi. Bu mesajı verdi ki, siz nə qədər satqın olsanız da, nə qədər öz milli, mənəvi dəyərlərinizə xəyanət edib, mənə kölə olsanız da, yenə də öz maraqlarım uğrunda hər birinizi ayaqlar altına atmağa hazıram və bunu edirəm də. Necə ki, İsrailin tərəfində duran müsəlman dövlətlərinə, Səudiyyə Ərəbistanına, bir çox media qurumları ki, müsəlman olaraq İsrailin maraqlarına xidmət edir. Xüsusən Azərbaycandakı media qurumları, siyasilər, ictimai xadimləri, akademiya mənsubları, bunların fitnə fəsadına uyan kütlə, baxın, aşkara görün ki, Allahın lənətlədiyi bu qovmə, bu İsrail ölkəsinə dəstək verməyinizlə özünüzü necə gülünc bir vəziyyətə salmısınız. Baxın, sizin kimi İsrailə dəstək verənlərə İsrail vaxtaşırı bu cürünə zərbələr endirir. Sizə də növbətə çatacaq. Və bu növbə daha doğrusu çatdı. Bu ən sarsıdıcı zərbə budur ki, Türk dünyasının düşməni hesab elədiyiniz erməni soyqırımını, Türk dünyasının rəhbəri hesab elədiyiniz Türkiyəyə qarşı İsrail bu addımı attı. Və bunu göstərdi ki, İsrail maraqları üçün, dolayısıyla Amerika, İngiltərə, böyük güclərin marağı üçün heç bir sədd yoxdur. Heç bir hüquq normaları mövcud deyil. Onların özlərinin tərtib etdiyi beynəlxalq hüquq normaları, insan haqları, onların dövlətləri üzv etdiyi insan haqları konvensiyaları heç bir əhəmiyyət kəsb eləmir. Dövlətlərin suverenliyi, beynəlxalq Birləşmiş Millətlər Təşkilatının belə deyək ki, fəlsəfəsini əhatə eləyən ölkələrin toxunulma hüquq və azadlıqları, sərhəd toxunulmazlığı bu qurumlar üçün heç bir əhəmiyyət kəsb eləmir. Və buna görə də onlar belə bir cinayəti törətməkdə heç bir tərəddüd etmirlər və bunu davam edirlər. Biz açıq-aşkar gördük ki, Amerika Birləşmiş Ştatları bütün hüquq normalarını ayaq altına ataraq Venezuela'ya vəhşicəsinə soxularaq oranın seçilmiş qanuni prezidentini uğurladı.
Amerika Birləşmiş Ştatları heç bir hüquq normalarına söykənmədən İrana təcavüz eləyib, onun rəhbərlərini şəhadətə yetirdi. Heç bir hüquq normalarına əhəmiyyət qoymadan bu günə qədər Qəzzada qanı su yerinə axıtmaqdadır. Livanda qanı su yerinə axıtmaqdadır. Suriya ərazilərinin böyük hissəsini işğal etməkdədir. Bugün dünya buna susur. Suriyanın başına qoyulan o terörist qüvvələr, Colani kimi qərb kölələri bu günləri Suriyanın işğal olunmuş torpaqlarını dilinə belə gətirməyə cəsarət eləmir. Bugün Suriya Dəməşqin 15 kilometrini, İsrail Dəməşqin 15 kilometrliyinə qədər irəliləyib, torpaqlarını işğal eləyib. Amma bu qurumun cəsarəti yoxdur ona qarşı hansısa bir kəlmə söz desin. Hələ İsrail düşmənlərinə qarşı mövqeydə birləşib İrana qarşı, Liviyaya qarşı, Livana qarşı, Fələstinə qarşı, Yəmənə qarşı mübarizə koalisiyasına qoşulur. Bu nəyi göstərir? Bu onu göstərir ki, onların yaratdığı kölə hökumətlər bugün bütün bəşəriyyət üçün bir təhlükəyə çevrilib. Dəyərli izləyicilər, Quran ayəsi bizə belə bir mesaj verir. Quran ayəsi bizə təkid eləyir ki, sizlər Allah düşmənlərini tanıyın. Sizlər Allahla düşmənçiliyə qalxan, Allah peyğəmbərləri ilə, Allah dini ilə düşmənçiliyə qalxanlara qarşı düşmən olmalısınız. Yoxsa özünüz özünüzə qarşı düşmən olacaqsınız. Baxın, Quran-ı Kərimdə yenə də Bəqərə surəsi 89-cu ayədə Allah Teala belə buyurur. Daha əvvəlki kafirlərə qələbə çalmaq üçün Allaha yalvardıkları halda onlara Allah tərəfindən əllərindəkilərini təsdiqləyən bir kitab, Quran gəlib, Tövratla birlikdə. Onlar bildikləri həqiqətlər qarşısında, yəni o həqiqətlərlə qarşılaşdıkları zaman onu inkar etdilər. Allahın lənəti kafirlərin üzərinə olsun. Bu mübarək ayə deyir ki, yəni hətta Allah kitabı ilə göndərilmiş o həqiqətlər onların əlində olmasına baxmayaraq, onlar öz marağı üçün Allah qanunlarını, Allah peyğəmbərlərini belə inkar edib ona qarşı kafir olurlar. Həqiqətən də onlar nə deyib? Lənətlənmiş kafir qövmüdülər. Allahın kitabını inkar eləyən bu qövm dünya qanunlarına riayət edəcəkmi? Dünyadakı insan haqlarına riayət edəcəkmi? Millətlərin milli mənəvi dəyərlərinə hörmət edəcəklərmi? Yəni hətta Allah kitabı ilə göndərilmiş o həqiqətlər onların əlində olmasına baxmayaraq, onlar öz marağı üçün Allah qanunlarını, Allah peyğəmbərlərini belə inkar edib ona qarşı kafir olurlar. Həqiqətən də onlar nə deyib? Lənətlənmiş kafir qövmüdülər. Allahın kitabını inkar eləyən bu qövm dünya qanunlarına riayət edəcəkmi? Dünyadakı insan haqlarına riayət edəcəkmi? Millətlərin milli mənəvi dəyərlərinə hörmət edəcəklərmi? Bugün İslamofobları hər vəc ilə maliyyələşdirib ümmətin inhiraf olmasına, yolundan azmasına belə deyək ki, dəstək olan, təşkilatçılıq eləyən bunlar deyillərmi? Qalstuklu mollaları çıxardıb dinin həqiqətini inkar elətdirən bunlar deyillərmi? Yad qüvvələri özümüzünkilərdən önə çəkib özümüzə düşmən eləyən bunlar deyillərmi? Azərbaycanımızın tarixi qəhrəmanlarını gözdən salıb xalq düşməni kimi təqdim etməyə çalışan bunların dəstəklədiyi insanlar deyillərmi? Bunların hər biri öz növbəsində ümmətimiz üçün, xalqımız üçün ağır və sarsıdıcı bir zərbədir. Bunlar Allah qanununu inkar eləyib küfrə düçar olanlardır, lənətə şamil olanlardır. Əgər sizlər bunları özünüzə dost bilərsinizsə, əgər siz bunları özünüzə öndar bilərsinizsə, sizin də aqibətiniz onlardan artıq olmaz. Allahın Rəsulü buyurur ki, zalimə dəstək verənlər qiyamət günündə onlarla məşhur olacaqlar.
Bəli, bu günləri Allah düşməninin yanında yer alıb ona dəstək verənlər, İsrail bizə qardaş dövlətdir deyənlər, öz pulumuzla aldığımız halda, baha qiymətə aldığımız halda İsrail bizə silah verib Qarabağı ondan azad eləmişdik deyən insanlar bilməlidirlər ki, İsrailin maraqlarına belə də ki, sərf eləyəndə sabah həmən silahları ermənilərə də verəcək. Necə ki, verirdi. Dəyərli izləyicilər, bunu da qeyd eləyək ki, əgər bugün biz qənimətlər parkına getsək, orada İsrail istehsalı olan, İsrail tərəfindən ermənilərə satılan silahları görmüş olarıq. Amma İsrail təsiri altında olan media qurumları, siyasi mənsublar bunları örtbasdır eləməyə çalışırlar. İkinci Qarabağ müharibəsi dönəmindəki müasir silahları ermənilərin pulu olmadığı üçün İsrail onlara vermədi. Açıq-aşkar bunu İsrail hökuməti etiraf elədi ki, Ermənistan bizə istədiyimiz pulu vermədiyi üçün o silahları onlara satmadıq. Lakin İsrail köləsi, İsrail təsiri altında olan media qüvvələri bunu tamamilə yanlış bir formada insanlara çatdırmağa başladılar. Bizə həmən dövrdə Rusiya da silah verirdi, İran da silah verirdi, Türkiyə də silah verirdi. Bunu ölkə başçısı öz çıxışlarında açıq-aşkar deyir. Ona görə də dəyərli izləyicilər, İsrail bu fitnəni bizim aramıza saldı. Hətta Azərbaycanda bir çox media qurumları, siyasilərin özləri belə İsrail əleyhinə yürüşlər eləyən, mitinglər keçirən, etirazlar eləyən Türkiyə xalqına qarşı mənfi münasibətə sərgiləməyə başladılar. Mənfi münasibət göstərməyə başladılar. Niyə? Çünki onlar İsrailə qarşı çıxırdılar. Bu bir daha onu göstərdi ki, bu uzun illərdən bəri xalqı aldadan bu qüvvələr Azərbaycan marağına deyil, Türk marağına deyil, İslam marağına deyil, böyük güclərin maraqlarına xidmət eləyirlər. Amerika-İsrail cütlüyünün maraqlarına xidmət eləyirlər. Bunlar hər şeylərini İsrail üçün qurban vermiş bir firqələrdilər ki, ən böyük dəhşət, ən böyük faciə də ümmət üçün, İslam üçün, xalqımız üçün belə qüvvələrdən gəlib. Tarix boyu biz bunları görmüşük. İsrail həmən İsraildir ki, Avropanın zülmündən qaçanda Osmanlı ona öz qucağını açdı. Həmən İsraildir ki, Avropanın, Hitler Almaniyasının təzyiqlərindən qaçıb canlarını qorumaq üçün yer axtaranda Fələstin xalqı onlara öz qucağını açdı. Onlar həmən xalqlar ki, Fironun zülmündən nicat tapanda yenə Fələstinə gəldilər. Fələstin xalqı onlara qucaq açdı. Hər birində də o xalqa qarşı xəyanət elədilər. O xalqa qarşı soyqırımı törətdilər. İndi sizə qarşı etməyəcəklərmi? Onlar qucaq açdılar, yeməklərini bölüşdülər, torpaqlarını onlarla bölüşdülər. Torpağını, canını, malını onlarla bölüşənlərə qarşı belə bir xəyanət edən bir güc sizə qarşı ədalətli olacaqmı? Siz sadəcə onun üçün danışırsınız. Canın verənə qarşı bu cür ifrat dərəcədə zülm eləyən bir qovum danışdığına görə sizə rəhm edəcəkmi? Xeyr. Sizdən də o bir dəfə istifadə olunan əşyalar kimi müəyyən müddət istifadə eləyib, siz də Səddam Hüseynlərin yanına göndərəcək, Hüsnü Mübarəklərin vəziyyətinə salacaq. Ona görə ki, bu qovmi Allah lənətləyib. Müsəlmanlar, bütün bəşəriyyət, insanlar, bilin ki, bugün Amerika-İsrail cütlüyü bütün bəşəriyyətin milli, mənəvi dəyərinə, insani dəyərlərinə qarşı çıxan bir qüvvədir. Bunu Epstein adasındakı o vəhşiliklərdən biz görürük. Bunu Amerika və İsrail rəhbərlərinin bizim düşmənlərimiz sünni və ya şiyə deyil, bütövlükdə müsəlmanlardır deməsindən biz açıq-aşkar görürük. Özümüzə qayıtmalıyıq. Milli, mənəvi dəyərlərimizə, dinimizə qayıtmalıyıq. Allahdan başqasının köləsinə çevrilməməliyik. İyyəkə nə'budu və iyyəkə nəstə'in deyərək, ilahi yalnız sənə ibadət edirəm, səndən istəyirəm deyərək ona öz bəndəliyimizi etiraf eləməliyik. Həyatın mənası bəndəlikdir, başqalarına köləlik deyil. Allaha bəndəlikdir ki, mütləq azadlığın özü odur. Allaha bəndəlik, yəni insaniyyətin özünə
xidmət eləmək deməkdir. İnsanın özünə xidmət eləməsi deməkdir. Özünün maraqlarına qulluq etməsi deməkdir. Özü üçün faydalı olan işləri görmək deməkdir. Bu əsli azadlıqdır. Bundan qeyri azadlıqlar ki, Qərb dünyası bizə vədə verir, Avropa bizə vədə verir, dünya hüquqlarıdır, nəqarası dünya hüquqları bizə bunun təminatını verir. Bunların özü böyük güclərin köləsidir. Ona görə bunlardan xilas olmalıyıq. Deməli, ilahi, yalnız sənin bəndinəm, yalnız sənə xidmət eləyirəm. Məni düz yola hidayət elə, məni böyük güclərin fitnələrindən, fəsadlarından qoru ki, sənə layiqli bəndə ola bilim. İnşallah Allaha and verək izzətinə, cəlalına, böyüklüyünə ki, bizləri azad insanlardan qərar versin. Bizləri müqəddəs İslamı dəyərləri yaşatmağa layiq insanlardan qərar versin. Bizdə ümumbəşəri dəyərlərə sadiq olmaq, onlara belə deyək ki, dəstək vermək, onlara hörmətlə yanaşmağı nəsib eləsin. Dünya insanlarını ilahi ədalət ətrafında birləşdirsin. Vəssalamu aleykum və rəhmətullah. Allah əmr edir. Yəni Rəbbül Aləmin, yerin göyün sahibi Allah burada əmrdən danışır. İlahi ədaləti tətbiq eləmək üçün neynir? Ona gözəl münasibət göstərir. Allahın bu qanunları ilə yaşayar, onun dünyası da abad olar. Sən İmam Hüseynə görə bir qulu azad eləmisən, mən də öz mehriyəmi sənə azad edirəm.